Həmən üfüqü görənlərdən biri ilə çox şadam ki, söhbət edəcəm sizinlə bərabər əziz dinləyicilərimiz. Hər vaxtınız xeyir olsun. Siz Planet FM-dəsiz. Zaman maşınına bu andan etibarən start veririk. Siz məni Nigarı eşidirsiniz və bugünkü qonağım artıq 10 gündən artıqdır ki, onun barəsində eşidirik. Vəfa Musayevadır, Azərbaycanlı xanım, Azərbaycan vətəndaşı olaraq Everestdə dünyanın ən yüksək zirvəsini fəth edən alpinist. Vəfa xanım, xoş gəlmisiniz. Necəsiz? Təşəkkür edirəm dəvətiniz üçün. İndi daha yaxşıyam. Yəni ilk günlərə baxanda indi yaxşıyam, səsim çıxır, danışa bilirəm. Allaha şükür edirəm. Mən xatırlayıram ki, biz sizi dəvət etmək istirdik və sizin səsiniz batmışdı. Bu nədən idi? Stressdən idi, yoxsa soyuqdan idi? Nə ilə bağlı bir məsələ idi? Birinci dəfədə mən də belə bir təcrübəni yaşayıram. Mən elə bildim ki, bu bir tək mənim başıma gəlibdi Everest ekspedisiyasında. Sonra aşağı enəndə gördüm ki, bu bütün idmançılar da belədir. Görünür ki, biz orada 8000 hündürlükdə qaldığımız üçün oksigensizlik və oksigen maskalarından istifadə eləmək, hündürlük və s. və görünür ki, bunun side effekti belə deyim də bundan ibarətdir. Mən sonra baxdım ki, hamı da belədir, çox rahatladım. Elə bildim təkcə mənim başıma gəlibdi, amma hamının səsi batmışdı, hamı öskürürdü. Hətta mənim öskürəyimin çox gözəl bir adı var. Orada biraz belə bir forslanmağa başladım. Mən öskürdüm. Orada həkimə getdim ki, bəs mən öskürürəm. Bəlkə mənə nəsə eləmək lazımdır. O da qayıtdı ki, əzizim, sənin öskürəyin adı Kumbu öskürəyidir. Yəni Kumbu orada belə bir buzlaq ərazidir, məşhur ərazidir. O da bizim baza kampa yaxın olan ərazidir və bu öskürək orada hava şəraiti ilə, buzlu və quru dağ hava şəraiti ilə əlaqəli. Demək ki, hamıda öskürək varmış və bunun adı Kumbuymuş. O mənə onu deyəndə elə bildim ki, mənə medal verdilər, yoxsa bilmirəm, mənə bir titul verdilər. Mən medpunktdan elə belə forslana çıxırdım. Hətta öskürəndə belə deyirdim ki, bunun adı Kumbudur. Yəni bu elə belə öskürək deyil. Yəni mən həyatımda Kumbu öskürəyini də təcrübə elədim. Bax belə. Və biz də öyrənmiş olduq ki, sən demə Everest zirvəsinin özünə məxsus öskürək forması var imiş. Və çox maraqlıdır ki, Vəfa xanım, Everest ilk dəfə 1953-cü ildə fəth olunub. 29 may tarixində, yəni 72 il bundan əvvəl. Və Nepallılar şerpalar adlandırırlar onları. Onlar xüsusi bələdçilərdir, gidlər. Elə ilk fəth edənlərdən də biri Birləşmiş Krallığın vətəndaşı olub və Nepal vətəndaşı olub həmən o şerpa və mütləq sizinlə bərabər həmən gid müşahidəçi, şerpa olmalıdır. Onlar və mən bir araşdırma da apardım. Deməli, Everest fəth olunandan, ilk dəfə fəth olunandan 1953-cü ildən 2024-cü ilin statistikasına görə Himalayan Database adlı belə bir verilənlər bazası var və 12884 dəfə fəth olunub Everest. Bunun yarıdan çoxu son 10 il ərzindədir. Yəni son 10 il ərzindədir ki, Everest bir turistik marşruta çevrilib və Nepalın belə deyim də bir növ özünün gəlir mənbəyi, iqtisadiyyatın əsas gəlir mənbəyi hesab olunur. Bəli. Və qiymətlərdə də fərq var. Mütləq ora bir məbləğdə ödəniş etmək lazımdır. Bəli. İndiyə qədər $11.000 civarında idi ən aşağı məbləğ. İndi isə 2025-in payızından deyəsən $15.000 civarında olacaq. Hətta $100.000-dan da söhbət gedir. Yəni siz də ödəmisiniz bu simvolik məbləği. Nə qədər ödəmisiniz əgər sir deyilsə və bu məbləğ nəyə görə ödənir? Sir deyil, təbii ki, sir deyil. Bunlar hamısı açıq-aşkardır. Çünki mən getmədən öncə də özümə mən təhsil işçisiyəm, yəni mənim o qədər pulum olması, birdən-birə Everestdə bir o qədər məbləğlə getməyim təbii ki, mənim üçün də çətin bir addım idi. Ona görə mən sponsor axtarışındaydım və bir hissəsi mənim ekspedisiyamın bir hissəsi sponsorlar tərəfindən, bir hissəsi şəxsi, bir hissəsi dostların köməyi və s. Yəni bu bir birlikdəliyin, gücün hesabına əmələ gələn bir ekspedisiya oldu. Qiyməti $77.000, sırf paketin qiyməti. Amma doğrudan da inanılmaz daha çox xərclər çıxır. Belə ki, 8000-lik zirvə üçün geyimlər tamamilə fərqlidir. Geyimlərin alınması və geyimlər də bahadır. Heç də ucuz deyil. Üstəgəl orada olan bonuslar, nə bilim və digər məsrəflər hardasa gəlib belə deyək də $80,000, $90,000 civarına qədər yaxınlaşır. Amma paketin özü
özü təqdim olunmuşdu $77.000 civarında. Yəni orada müxtəlif turistik marşrutları və kampaniyaları, şirkətləri belə başa düşürəm seçmək lazımdır. Hər şirkət özünə məxsus qiymətlər təklif edir. Bura yəqin ki, o alpinist qurğularının hamısı, nə bilim, oksigen balonları, maskaları, hər şey onlar tərəfindən təmin olunur. Bəli, bəli. Hər şey onlar tərəfindən təmin olunur. Ancaq deyək ki, məsələn, o paketə məsələn üçün 8-9 balon oksigen balonu daxildir. Amma məsələn üçün sizin hər hansı bir əlavə, yəni oksigenden istifadə eləsəniz, bir balon məsələn üçün $1000 idi. Əgər məsələn üçün əlavə istifadə eləmək istəsəniz, daha çox istifadə eləmək istəsəniz, daha aşağı mərhələlərdən artıq oksigenden istifadə eləmək kimi bir arzunuz olsa, onu əlavədən ödəyəcəksiniz. Amma bəli, dediyiniz qiymətə həm də oksigen, həm dövlətin icazəsi, dağa icazəsi, şerpanın əmək haqqı və digər nüanslar var. Qidalanma, çadırlar, təhlükəsizlik, ondan sonra əlaqə, daima və s. bir çox, yəni 35 gün müddətində orada yaşam üçün lazım ola biləcək hər bir şey həmin qiymətə daxil idi. Yəni ekstremal turizmdə söz nəsmənsə, siz sanki pul ödəyirsiniz ki, bu ekstrem hissləri yaşayasınız və bunu edən insanlar var. Vəfa xanım da onlardan biri. Bəli, bəli. Ekstrem hissləri yaşamaq biraz belə çıxır ki, sadəcə olaraq mən o duyğuları yaşamaq üçün o məbləği vermişəm. Ancaq mən o məbləği hesablayanda təkcə burada mənim şəxsi duyğularım və mənim şəxsi alacağım zövq hesablamamışdım sözün açığı. Burada elə sırf mən Azərbaycanı hesaplamışdım. Sadəcə olaraq yenə deyirəm, getmədən öncə kimə müraciət eləmək, hardan bu belə deyim də sponsorları tapmaq və s. Mən gördüm ki, mənim zamanım o qədər azdır ki, mən bu haqda çox da belə deyim də geniş kütləyə çıxa bilmirəm. Yoxsa mən belə deyim, geniş kütləyə çıxacaqdım və mən izah eləyəcəydim getmə səbəbim. Mənim getmə səbəbim sırf bu ekstrem hissi yaşamaq yox. Çünki bundan da ekstrem hissləri yaşamaq və daha rahat qiymətə belə deyim də bu əl çatan idi. Ancaq Everest mənim üçün dediyim kimi bir missiya idi və bu təkcə mənim şəxsimlə əlaqəli deyildi. Bu Azərbaycan vətənimlə əlaqəli idi. Yəni məqsəd sırf dünyanın ən uca zirvəsinə Azərbaycan bayrağını yüksəltmək idi. Bəli, əlbəttə ki. Çünki mən bir alpinist olaraq deyəndə hər kəs məni daha çox alpinist olaraq tanıdı. Alpinist olaraq da belə deyim də barmağını uzadır ki, bu Vəfa alpinistdir, amma mən təhsil işçisiyəm. Təhsil işçisiyəm və onun paralelində alpinizmlə məşğul oluram və alpinizmlə məşğul ola və təhsillə ikisinin bir arada olması və Azərbaycan adına bu addımı atmaq, bu çox riskli addım idi. Əslində həddindən artıq riskli addım idi. Qeyd elədiyim kimi və ümumiyyətlə xəbərlərdə izləyəndə görmək olardı ki, mənim elə orada ekspedisiyada olduğum müddətdə elə mənim yanımda neçə nəfər həyatını dəyişdi, neçə nəfəri gəldi, helikopter apardı, onları oradan belə deyim də xilas elədi və s. Bu çox riskli idi. Yəni belə bir şeyə getmək və məqsədsiz getmək, sırf bu duyğuları yaşamaq üçün getmək bir ana üçün, bir qadın üçün belə deyim də çox biraz gülməli belə bir məqsəd olardı. Amma bunun arxasında dayanan o idi ki, və mən orada ikinci zirvəni də edəndə nəyi nəzərə aldım, nəyi gözə aldım, nələri riskə aldım. Onu riskə aldım ki, mən bura qədər gəlmişəm, mən Azərbaycan xanımıyam və bilmirəm bundan sonra hələ kimlər bura gələcək, nələr olacaq, amma mən bugün buradayamsa, Azərbaycan adına yeni bir tarix yazmalıyam. Ona görə mən təkcə Everest deyil, dünyanın 4-cü ən hündür dağını da eyni zamanda etdim. Lotsadan söhbət gedir. Bəli, Lotsadan söhbət gedir və yenə deyirəm, burada o belə şəxsimin tətminliyi o qədər aşağı yerdə qoymuşdum ki də, yəni o heç bəlkə də ilk 10 sıralamada heç 10-cu yerdə belə bərqərar deyil. Ona görə elə birinci yerdə də Azərbaycandır, ikinci yerdə də Azərbaycandır, üçüncü yerdə də Azərbaycandır və mən çox məmnunam ki, mən bir vətəndaş olaraq Azərbaycanda, ailəmdə, təhsilimdə necə yetişmişəmsə, bu mənim
mənim qəlbimə yazılıbdı və bu çox gözəl bir duyğudur. Bu o qədər möhtəşəm bir duyğudur ki, bu sənin şəxsi, belə deyim də, o belə zövqündən və hissindən daha üstə dayanan belə bir duyğudur və eyni zamanda məqsəddir və mən çox şadam ki, qoyduğum məqsədə də çatmışam və eyni zamanda da çox şadam ki, Azərbaycan xalqına, bizim vətənimizə bu qürur gətirdi. Bu yeni alpinizmə yeni bir nəfəs gətirdi. Alpinizmə yeni bir ad gətirdi. Bu bizim hamımız üçün böyük bir uğurdur və mən bununla fəxr edirəm. Əslində indi siz danışırsınız Vəfa xanım və ola bilər ki, dinləyicilərimizə də hər şey çox sadə görünə bilər, amma çox qısa müddət ərzində hündürlüyü 8000 metrdən yuxarı olan 8 kilometrdən çox olan zirvəni fəth etmək asan deyil. Həm fiziki baxımdan, həm mənəvi baxımdan insan buna hazırlıqlı olmalıdır. Bəli. Və zirvəyə çıxmaq bəlkə də, yəni sizin kimi peşəkar alpinist üçün, siz çünki 2018-ci ildə də Elbrus zirvəsini fəth etmisiniz. Bəli. Bundan başqa Azərbaycanın yəni zirvələrini fəth etmisiniz. Yüksəkliyə çıxmaq sizin üçün asan bir işdir bəlkə də. Oradan düşmək var axı. Məsələn, hündürlük qorxusu bir çox insanda var. Və bu hündürlük qorxusunu dəf etmək, artıq bu yəqin ki, o deyirlər, insan qorxu hissini dəf edəndən sonra qəhrəman olur. Yəni qəhrəmanlar heç nədən qorxmurlar. Yəqin ki, bu qorxu hissindən sizin yanınızda danışmaq çox belə cılız səslənər də. O hündürlük qorxunuzu necə dəf edirdiniz? Əsla elə düşünməyin. Bütün insanlar, hətta mənim şerpam, baxmayaraq ki, Everestdə hər il belə deyim də bir müştəri ilə gedir. Hətta onun qorxu anlarını mən belə müşahidə edirdim. Mən axı müəlliməm, mən eyni zamanda bir coacham və insanlarla işləyən biriyəm. Hətta mən o maskamı çıxardıb dedim, deyəsən sən qorxursan. Dedi, bəlkə geri qayıdaq. Biz burada çox qalmışıq. Dedim, sən necə şerpasan? Belə şerpa olar. Sən nə lazım? Sən neçə dəfə çıxmısan bu zirvəyə? Əsas məqsəd. Dedim, belə şerpa olar. Sonra mən bilirəm ki, insanlara nə lazımdır. Mən həmin müddət dedim ki, maskamı çıxartdım, dedim ki, mən fəxr eləyirəm, mən qürur duyuram ki, mənim yanımda sənin kimi güclü şerpa var. Həm mental baxımdan doğrudan da çox güclü və çox qüvvətli bir şerpaydı. Amma o da bir xəstələnmişdi, o da öskürürdü, o da özünü yaxşı hiss eləmirdi. İnsan xəstələnəndə bütün gücü, qüvvəsi, hər şey gedir. O elə cılız bir varlığa çevrilir ki, o dedi ki, bax mən özümü də yaxşı hiss eləmirəm və s. və axır. Dedim ki, sən doğrudan da çox güclüsən, çox qüvvətlisən və çox səbirlisən, mənimlə də çox təmkinlisən və sən bilməlisən ki, sənin yanında Azərbaycan qadını var və sən bilməlisən ki, əgər sən bu missiyanı mənlə bərabər yerinə yetirsən, təkcə mən deyil, sən də mənlə bərabər tarix yazacaqsan. O döndü mənə belə baxdı, deyir ki, yenə də qadın böyük qüvvədir. Yenə də qadın böyük qüvvədir və sən məni yola gətirdin. Mən onu yola gətirmişəm. Düşünə bilirsiniz, mən bütün ekspedisiya boyu ancaq şerpa yola gətirmişəm ki, o vazgeçməsin, o getməsin, o yarı yolda qoymasın və s. Çünki şerpaların da özlərinin belə bir şeyləri var da, məsələn üçün gedir, bilir ki, onsuz da məsələn bu məbləği alacaq, yolun ortasında hər hansı bir sənə belə deyim də, heç də belə əsası olmayan bir məsələ deyə bilib səni geri qaytara bilər. Ancaq mən bundan özümü o qədər deyirdim ki, Vəfa, çox orada, çox gözdə qulaqda ol, çox diqqətli ol, gör onun dediyi nə qədər doğrudur. Məsələn üçün biz zirvəyə çatanda deyir ki, mən belə hesablayıram ki, biz bəlkə də zirvəyə vaxtında çata bilməyəcəyik. Bəlkə elə indidən qaydaq. Mən də ona belə ipdəydim, göstərdim ipi, dedim, sən əslində qayıda bilərsən. Mənə çox az qalıbdı da məsafə. Yəni mən zirvəni görürəm artıq və heç də qayıtmaq niyyətində deyiləm. Və yaxud da ki, şerpalar ümumiyyətlə səni ilə tətikləyirlər ki, sən onlara biraz da yalvarasan, biraz da ola pul təklif eləyəsən ki, onlar səni yarı yolda qoymasına və s. Amma şerpam müəyyən vaxtdan sonra başa düşdü ki, artıq mənim qorxum yoxdur. Yəni nazlı qəmzəli olmağın mənası yoxdur. Olmağın heç bir mənası yoxdur. Nazlı qəmzəli olsam o mənə aid ola bilər. Mən də ki, orada ondan istifadə eləmirdim. Və mən ona dedim ki, sən mənə ratsanı verə bilərsən, mən aşağı ilə özüm əlaqə saxlaya bilərəm və yeni bir şerpa istəyə bilərəm və yaxud da ki, sən özünü çox pis hiss edirsənsə, doğrudan da, yəni xəstəsən və özünü yaxşı hiss eləmirsən, geri qayıda bilərsən və s. O gördü ki, mən o qədər əminəm, mən o qədər başa düşürəm
düşürəm, nə edirəm və o qədər əminəm ki, hara gedirəm. O başa düşdü ki, artıq özünü yormağa ehtiyac yoxdur. Ona görə o da dedi ki, gəl plan quraq. Nəyi necə eləyəcəyik, Lhotsa nə zaman çıxacağıq, planımızı necə quracağıq və s. Və biz çox gözəl dostlaşdıq. Yolumuza çox gözəl davam elədik. Onunla bərabər fotonuz var idi, o Şerpadan söhbət gedirdi. Bəli. Və orada foto çəkdirmək də özü də bir, yəni ekstremal hadisədir. Özü də bir ekstremal haldır. Çünki o hündürlükdə telefonu çıxarmaq, çəkmək, o maskanı... çox sağ olsun, həddindən artıq mənə kömək elədi Şerpa o baxımdan ki, mən telefonumu ən isti yerimdə saxlamışdım güya ki. Çıxartdım belə, çıxardan kimi bir dənə külək əsdi, bir dənə qar oldu. Telefonum belə bir anlıq yandı, bir anlıq söndü, ekranı dondu və s. O dedi ki, sən narahat olma da, mən 2 dənə telefon götürmüşəm, nəsə olsa mən çəkəcəm və elə mənim bütün şəkillərimi mənim Şerpam çəkdi. Yəni çox sağ olsun, gerçəkləşdirdi. Onsuz da zirvədə də çox dayanmaq olmur. Elə bir şəkil, bir videonu ancaq çəkərsən ən gözəl halda. Biz də elə həmin zirvədə olduğumuz anı gerçəkləşdirdik, bərabər də şəkil çəkdik və elə qaça-qaça da aşağı düşdük. Yəni zirvə dediyimizdə Vəfa xanım, belə geniş bir ərazi deyildi. Dağın zirvəsindən söhbət gedir. Sivri uclu bir. Sivri ucludur. Everestin tam başına çatan kimi iplərdir orada, kəndirlərdir. Həmən kəndirə yenə də karabini bir bağlayırsan ki, külək səni oradan atmasın. Külək də saatda 100 kilometrdən çox. 110 kilometrdir, bəli. Zirvədə də elə ancaq şəkillərimdə də var. İpə bağlıyam. Ayaq üstündə 1 saniyəlik, 10 saniyəlik dayanmışam, şəklimi çəkibdi, videomu çəkibdi. Ondan sonra yenə də aşağı əyləşmişəm, bayrağı qatdalayıb çantama qoymuşam və yavaş-yavaş zirvəni tərk eləmişəm. Yəni zirvədə çox dayanmaq da olmur. Dayanıb da nə edəcəksən? Yəni 110 kilometr sürətlə küləkdir, şaxtadır və sən tez bir zamanda geri qayıtmalısan. Çünki oksigendir, hər şey hesablanıbdır və sənin orada elə bir şansın yoxdur ki, oturasan, nəsə çəkəsən, nəsə eləyəsən və s. Ona görə sadəcə olaraq bizə dəlil kimi, sübut kimi ki, biz burada olmuşuq, şəklimizi çəkirik, videomuzu çəkirik və dərhal da geri dönürük. Əziz dinləyicilərimiz, zaman maşınında səyahətimiz davam edir və bugün həm zamana qalib gələn, həm məkan, reallıq anlayışlarına qalib gələn bir qonağım var verilişdə. Vəfa Musayevadan söhbət gedir. Everesti, dünyanın ən yüksək zirvəsini və üstəlik Lhotsa dağını fəth edən və Azərbaycan vətəndaşı olan ilk Azərbaycan qadınıdır Vəfa xanım. Və biz reklam fasiləsində də onunla danışırdıq. Vəfa xanımda mən bir şey sezdim ki, o həddindən artıq psixoloji cəhətdən güclü qadındır, insandır və özünü təlqinlə, Vəfa xanım da indi sizə də danışacaq bu barədə ətraflı, özünü təlqinlə sadəcə, yəni özünü təlqinlə, özünə inandırmaqla ki, sən bunu etməlisən, sən bunu bacaracaqsan və bacarmalısan. Çünki orada, Vəfa xanım, biz sənədli filmlərdə də izləmişik bunu, həlak olan alpinistlər var. Onların cəsədi elə oradaca qalır. Bəli. Və bunu görmək, bu psixoloji baxımdan bu görüntülərə qalib gəlmək, onu beynindən silmək hər insanın işi deyil, hər kişinin işi deyil. Və siz buna qalib gəlmisiniz, bu qorxuya qalib gəlmisiniz və o zirvəni fəth etmisiniz. Üstəlik yenə deyirəm, çox qısa bir müddət ərzində 8000 metrlik ikinci zirvəni də, 8000 metrdən çox olan ikinci zirvəni də fəth etmək, bu böyük mənəvi hazırlıq və fiziki güc tələb edir. Fiziki gücdən də əlavə bəlkə də mənəvi baxımdan hazır olmaq lazımdır yüksəkliyə qalib gəlmək üçün. Belədir, yoxsa belə deyil? Tamamilə razıyam. Everestdə mən olduğum müddətdə ki, dünyasını dəyişənlər, ölən alpinistlər var idi. Mən səssiz, zaten səsin də çıxmır, yenə deyirəm, oksigen maskan var, danışmağa elə bir olan gücünü, qüvvəni də dağa saxlayırsan, çox danışmırsan, enerjiyə orada yetəri qədər, kifayət qədər çalışırsan ki, elə istifadə eləyəsən ki, ancaq sənin işinə yarasın. Ona görə mən bu haqda görəndə belə, Şerpamdan belə söhbət eləmirdim. Amma daxilən nə fikirləşirdim və nəyi müşahidə edirdim? Daxilən müşahidə elədiyim, gördüyüm buydu ki, orada dağçılar, düzdür, ölüm bizim dinimizə və inancımıza görə haqdır. Yəni gəldisə, fərqi yoxdur, dağdasan, yoxsa bağdasan. Ancaq bir dağçı kimi mənim müşahidəm buydu ki, dağda ancaq dağa təslim olanlar, həyata təslim olanlar, özlərini buraxanlar həqiqətən dünyasını dəyişirdilər.
Onlar gəlib belə bir nöqtəyə çıxır, hələ ölməyibdi də. Məsələn, onu yola gətirirsən ki, ayağa dur, aşağı enməlisən və s. Görürsən ki, o hələ sağ ikən, diri ikən artıq dünyadan köçübdür. Yəni o ruhən, zehnən artıq təslim olubdur ki, yox, mən davam eləmək istəmirəm. Mən pes edirəm. Mən artıq dağçılığa, yəni bu dağ yolunu getmək istəmirəm və beləliklə də dünyanın ən hündür nöqtəsində belə təslim olan artıq dünyasını dəyişir. Yəni orada psixoloji baxımdan bütün bunların hamısını görmək, bu o demək idi ki, mən özümə deyirdim ki, Vəfa, əgər beynindən sənə siqnal gəlsə, mən də insanam da, yəni mən də ətdən, candan, ürəkdən ibarətəm və mənə siqnal gəlsə ki, yox, mən getmirəm, mən neyniyəcəm? Özümə də cavab verdim ki, dəlisən, yəni necə, yəni getməyəcəm, nədir? Yəni sən belə bir şeyi ağlından keçirə bilməzsən. Sənin orada özündən başqa heç kəsin yoxdur. Və mənim orada öz dediyimin yerinə də sadəcə Vəfanı qoymamışdım. Nə bilim, müqəddəs bir ruhu qoymuşdum, müqəddəs bir danışanı qoymuşdum ki, o məndən daha güclü olsun və Vəfanı yola gətirsin. Ona görə məsələn orada elə anlar oldu ki, həmin o dediyiniz, nə bilim, illərdir orada olan meyidin üstündən tullanıb keçməlisən, nə bilim, orada əşyalar var, vaxtı ilə ölübdür, əşyaları olduğu kimi qalıbdı və s. Bu onun göstərgisidir ki, bu ərazi deyilən kimi elə ölüm zonasıdır. Yəni insanlar daha çox bu yerlərdə ölürlər. Amma mən orada qəti bu kimi şeyləri ağlıma gəlməsinə icazə vermirdim. Mən deyirdim ki, Vəfa, bu həyatdır. Bu burada baş veribdir. Sənin missiyan gəlib bunlara baxmaq, bunlar haqqında dərin nələr keçirmək deyil. Sənin işin bundan sonranı davam eləyə bilməkdir. Və əlbəttə ki, bu psixoloji olaraq məndən çox şey tələb eləyirdi və mən orada özümü kəşf elədim. Həmin o ölüm zonasında özümü kəşf elədim ki, insan istərsə özü ilə nə qədər gözəl dost ola bilər, özünü yola gətirə bilər, özünü inandıra bilər, özünə yol göstərə bilər. Ona görə biz həmişə gözləyirik ki, kimsə bizə nəsə eləsin, kimsə bizə nəsə göstərsin. Təbii ki, bu da çox gözəldir. Müəllimlərimiz, mentorlarımız, koçlarımız, anamız, atamız, dostlarımız və s. onlar da mənə güc verirdilər. Onlar mənə inanılmaz güc verirdilər. Video çəkən, ürək sözünü deyən, hara qədər mümkündür zənglə danışan və s. Və mən onda sözün gücünü, dostluğun gücünü, insanlığın gücünü, sözün nə qədər belə deyim də böyük gücə malik olduğunu doğrudan da Everestdə mən təcrübə etdim. Heç demə, Everestdə qədər bəlkə də mən hiss eləməmişəm ki, mənim buna bu qədər ehtiyacım var və mən heç vaxt bilməmişəm ki, əslində söz mənə nə qədər güc verib, qanat veribdi. Amma Everest elə bir yer idi ki, bütün çılpaqlığı ilə, bütün hər şeyi ilə mən orada belə tək qalmışdım. Və ona görə hər kəsin bir kəlməsi gəlirdi mənim qulağıma, bir sözün, nə bilim, söz gəlirdi qulağıma və mən deyirdim ki, yox, gör nə qədər insan mənimlədir, nə qədər insan mənə güvənir və nə qədər insan mənim sağ-salamat geri qayıtmamı arzulayır. Ona görə mən də bütün gücümü səfərbər eləmişdim və orada özümü kəşf elədim və dedim ki, Vəfa, sənin içində bir dənə də Vəfa var imiş və bu sənin çox yaxşı dostunuymuş. Ona görə indi mən düşünürəm yolda gələ-gələ deyirəm ki, Everestə qədər olan Vəfa və Everestdən sonra olan Vəfa. Həqiqətən Everestdən sonra olan Vəfanın indi çox qəşəng Vəfa adında yenə də bir dostu var və mən şadam ki, onu orada tapdım. Çünki o mənim əlimdən tutdu, o mənim ruhumdan tutdu və mənə kömək elədi ki, zirvəni edək və bərabər geri qayıdaq. Vəfa xanım, düzdür, mən heç bir məsələdə qadın və kişi cinsi ayrı seçkili aparmağı, paralel aparmağı sevmirəm. Amma məncə məhz bu məsələdə, yəni alpinizm məsələsində qadınların kişi idmançılardan əsas fərqi, üstünlüyü bundadır, emosional intellekt. Qadınlar daha çox, məsələn, kişilərdə bayaq o dediyimiz daha çox ego var və öz adına mən bunu etməliyəm deyir. Amma siz bax, yaxınlarınızın, dostlarınızın sizə nə qədər güc verdiyini, nə qədər stimul verdiyini, yəni empatiya hissi qurursunuz, sanki insanlarla emosional bağlılıq qurursunuz və bu emosional bağlılıq da sizə kömək edir. Düşünürəm ki, qadınlarda bu tərəf, bu 6-cı hiss və emosiyalar daha çox inkişaf edib və bu baxımdan qadınlar kişi alpinistlərdən yəqin ki, daha üstündürlər. Necə görünür dünya, dünyanın ən hündür zirvəsindən? Baş gicəlləndirici.
mən sadəcə olaraq bir dairə, yarım dairə belə deyim də, olduğum nöqtədən yarım dairə baxanda baş gicəlləndirici gözəlliyi ilə, möhtəşəmliyi ilə, yəni bilirsiz, mən orada da söz tapmamışam. İndi də söz tapmıram. Bilmirəm, bəlkə bundan sonra ki kitab yazılmaqdadır. Dünənə qədər 7000-ə qədər kitab yazılıbdı. Kitab 7000-də dayanıbdı. İndi 8000-in üzərində getməkdədir kitab. Və mən bilmirəm ki, hansı sözü, hansı ifadəni qoyum ki, yaradanın yaratdığı o gözəlliyi mən təsvir eləyə bilim. Düşünə bilirsiniz, buludların üzərində dörd bir tərəfim dağdan ibarətdir. Və mən o nöqtədəyəm ki, insanlar orada təyyarə ilə uçurlar, elə mən özüm də təyyarə ilə uçuram, həmin nöqtəyə ayaqlarla, ruhla, bədənlə, canla çıxmaq və o nöqtədə dayanmaq və ətrafa baxmaq o qədər möhtəşəm bir mənzərə idi ki, yenə deyirəm, biri var gözəllikdən baş gicəllənmək, bir də var ki, böyüklüyündən, bilmirəm, müqəddəsliyindən elə bir ki, mənim bütün ruhum, beynim, bədənim hamısı belə altı üstünə çevrildi. Və mən ikinci baxış ata bilmədim. Çünki mənim buna gücüm çatmadı. Və mən həqiqətən ali varlığın, gözəlliyin qarşısında bax o qədər aciz idim. Yəni ikinci baxışı baxa bilməyəcək qədər aciz idim. Bu nə hündürlük qorxusudur. Bu nə yorğunluqdur. Bu nə heç bir şey deyildi. Yəni zirvəyə çatmışam, çox rahat bir yerdəyəm. Sadəcə olaraq ikinci dəfə mən baxmağa gücüm çatmadı. Yəni möhtəşəmliyin qarşısında acizliyinizi çox aciz idim, həddindən artıq. Yəni o möhtəşəmliyin içində mən o qədər xırdaydım, o qədər balacaydım ki, yəni bilmirəm, yəni özümü orada zor saxladım və dedim, ilahi, bu necə bir dəhşətdir, bu necə bir möhtəşəmlikdir. Və hələ də gözlərim dolur mən o səhnəni xatırlayanda, amma çox gözəl idi. Nə yaxşı ki, bu hissləri yaşamısınız. Əlbəttə. Yəni çox əvəz olunmaz duyğulardır. Nə yaxşı ki, sizə düşən ömür payında bunu yaşamaq sizə nəsib olub, Vəfa xanım. Və bayaq mən dedim, bir var dəniz xəstəliyi. Bunu çoxumuz bilirik nədir. Bir də var dağ xəstəliyi. Dağ xəstəliyi tamam fərqli məsələdir və insanda adrenalinin, bilmirəm, həddindən artıq yüksək səviyyəyə çatması ilə xarakterizə olunur. Yəni nədirsə, insan reallıq duyğusunu itirir. Siz ətrafda nəyin baş verdiyini fərqinə varmırsınız. Özünüzdə hiss edirdiniz bunu. Yəni bu xüsusi qornaya balezin dillər üstündə. Bilirəm, bəli. Və onu keçirənləri də görmüşəm yanımda. Mən dağ xəstəliyi yaşamamışam. Hələ indiyə qədər bu duyğumu keçirtməmişəm. Yetəri qədər həmişə əksinə dağda mənim zehnim çox iti olur. Mənim ruhum çox açıq olur. Gözlərim çox yaxşı görməyə başlayır. Bilmirəm niyə. Dağda həqiqətən baxıram ki, beynim o qədər dəqiq işləyir. Gözlərim o qədər hər şeyi dəqiq görür. Məsələn, bizim çıxışlarımız əsasən axşam çıxışları idi. Yəni axşam edirdik bunu. Çünki buzlaq ərazidən keçirik, axşam daha möhkəm olur və daha təhlükə az olur. Amma eyni zamanda gecədir də, gecənin qaranlığıdır. O boyda dağın döşündəsən və sən gecənin qaranlığında hətta işıq olsa belə, sənin öz gözün də, görən gözün də, ölçən gözün də çox yerində olmalıdır ki, sən səhvə yol verməyəsən. Və mən bizim rotasiyamız olanda gecə saat 11-12-yə işləmiş biz yola çıxdıq. Mən keçəndə fikirləşirdim ki, görəsən mən Kumbunu o qaranlıqda necə keçəcəm. Çünki Kumbunun hər bir addımı, nə bilim, çatdan, nərdivandan, iplərdən, durmadan nədənsə ibarətdir. Amma mən Kumbuya yaxın gedəndə elə bildim ki, dünya ora projektor salıbdı, işıq salıbdı və mən hər şeyi görürəm. Yəni elə bir ki, Bakı şəhərində gözüm bilmirəm neçə faiz görürsə, orada 100% görür. Bilmirəm, ya bu insanın özünü qoruma hissidir, yoxsa
təhlükədirmi, nədirmi? Elə bir sən hər şeyinlə, bütün ruhunla görməyə başlayırsan ki, nədir, necədir və ölçürsən və yolunu davam eləməyə başlayırsan. Ona görə əksinə mən deyərdim ki, mən dağda özüm ağlım daha iti olur, gözüm daha yaxşı görür və mən özümü daha fərqli hiss edirəm, amma mən dağ xəstəliyi, yəni tutanları görmüşəm deyəndə ki, yəni bu çox normal bir haldır. Ona görə ki, çoxu bunu yaşayır. Amma mən bunu yaşamamışam. Ona görə birə-bir necə bir duyğu olduğunu da sizə təsvir eləyə bilmirəm sözün açığı. Sizdən başqa qadın alpinistlər var idi, yəqin ki, orada. Bəli, məndən başqa qadın alpinistlər var idi, amma təbii ki, bu kişilərlə nisbətdə çox-çox azlıq təşkil edirdi. Var idi, əlbəttə var idi və çox maraqlı alpinistlər də Ukraynadan var idi, Taylanddan var idi, Monqoliyadan var idi, Moğolistandan çox üzr istəyirəm. Düşünürəm onların dili ilə deməyə və əsasən daha çox bunlarla, yəni bizim tarixlərimiz məhz bunlarla daha çox üst-üstə düşdü. Onlarla ünsiyyət qura bildim. Onların hamısı da zirvəni etdilər və mən komandada əslində Ukrayna komandası ilə getmişdim. Belə alınmışdı, daha doğrusu Ukrayna komandası ilə getməmişdim. Komandamda daha çox Ukraynalı vətəndaşlar idi və bir tək Azərbaycan vətəndaşı mən idim. Və bütün bunlar qeydə alınır. Siz o zirvəni fəth edəndə xüsusi sertifikat formasına, o bayaq adını çəkdiyim Himalayan database-ə hər biri daxil olunur. Yəni mütləq bu qeydiyyata alınmalıdır ki, filan kəs filan zirvəni filan vaxtı fəth edib. Mayın 15-də Nepal vaxtı ilə səhər saat 10:15-də siz həmən zirvəni fəth etmisiniz. Bizim vaxtımızla elə təxminən yəqin ki, bu saatlar olardı. Bəli, bəli. Və o möhtəşəm şəkliniz, selfie, hamı onu film posterinə bənzətdi. Sanki hər hansı bir fantastik, elmi fantastik janrda çəkilən filmin posteridir. İndi mən bir qadın olaraq sizi çox gözəl başa düşürəm də, qadınlar mütləq necə göründüyünün fərqinə varmalıdır və yəqin ki, siz də elə bunu düşünüb çəkmişdiniz o şəkli. Düzdür. Mən dediyim kimi Everestdən endim. Everestdən enəndən sonra gəldim, biraz dincəlim. Uzandım, dedim qoy bir bədənimi yoxlayım, qoy özümü yoxlayım, qoy görüm mən özümü necə hiss edirəm. Çünki artıq dediyim kimi Lhotse mənim beynimdə var idi. Gördüm ki, hər şey çox yaxşıdır. Hətta dedim ki, yəni Everesti enmişəm, amma mən necə də özümü yaxşı hiss edirəm. Qoy bir güzgüdə bir özümə baxım, görüm üzüm, gözüm, başım yerindədirmi? Və gördüm ki, güzgüm yanımda yoxdur. Telefonumu açdım, bir şəkil çəkdim. Şəkil çəkdirdim ki, əslində yaxınlaşdırıb bir özümə baxım. Şəkilə baxdım və belə bir cümlə dedim ki, ay Allah, mən nə gündəyəm. Belə bir şey dedim. Sonra şəkil elə qaldı. Və mən ümumiyyətlə çox natural və naturalist bir insanam. Hər şeyi olduğu kimi anında necədirsə, hətta onun ən eybəcər formasını sevən insanam ki, yəni eybəcərdir, amma necə də gözəldir. Həmin anı əks elətdirdiyi üçün. Aşağı endim baza kampa. Baza kampa enəndən sonra artıq əyləşmişəm, yemək yemişəm, çay içmişəm və s. Belə sakit oturmuşam. Birdən dedim ki, qoy bir qeyd eləyim ki, mən sağ-salamat artıq baza kampdayam və həmin anda ürəyimdən doğğa keçdi. Mənim ən çox sevdiyim yemək doğğadır. Yazdım ki, sağ-salamatam və tezliklə evimə dönüb təndir çörəklə doğğa yemək niyyəti ilə və mən bu şəkli paylaşdım. Şəklə baxdım, dedim nə qədər miskin və nə qədər belə yazıq görsənirəm, amma eyni zamanda da dedim ki, Vəfa, bu sənin əsl olan real halındır. Mən orada əzmkarlıq görürdüm, Vəfa xanım. Miskin və yazıq bir qadın görürdüm. Gördüm. Bəli, daxilən sizin dediyinizdir. Doğrudan da mən də elə daxilən o şəklə baxanda onu görürəm. Amma belə üzdən baxanda hardasa bilməsən ki, məsələn, bu xanım Everestdən gəlibdi və ya da hər hansı bir missiyadan gəlibdi. Belə bir hissdə yaşamaq olardı. Baxdım, o şəkli də qoydum və salam. Şəkli paylaşdım, ondan sonra yığışdım və Katmandu şəhərinə geri qayıtdım. Ondan sonra gəldim, gördüm ki, bəs onun haqqında çoxlu şərhlər yazılıbdı. Hətta onu elə sizin dediyiniz kimi film posteri kimi artıq seyv eləyiblər və düşünürlər ki, bəlkə də biz bunu bir filmə çevirəcəyik və s. və l-axır və o şəkil bax belə bir xatirəyə çevrildi və yəqin ki, o şəkil də elə mənim heç vaxt unuda bilməyəcəyim ən gözəl şəkillərimin sırasında olacaq.
Özünüzdə hansı dəyişikliyi hiss etdiniz Vəfa xanım? Everestdən və Lhotsedən qayıdandan sonra bax Bakıya qədəm bastığınız ilk anda həmən Vəfa deyildiniz təbii ki. Bəli, bəli. Hansı tərəfə dəyişmisiniz? Nə dəyişib sizdə? Mən indi imkan tapıram, son 2-3 gündür onu düşünürəm ki, hələ də düşünməyə davam eləyəcəm. Hələ də o axtarışım və qeydlərim davam edəcək. Dediyim kimi yenə də bu kitabın bir hissəsi olaraq. Amma mənim üçün hal-hazırda daxilən, ruhən hiss elədiyim budur ki, Vəfa dünənə qədər də özü haqqında yüksək fikir deməyim. Mən özüm haqqında kifayət qədər çalışıram ki, necə ki bütün insanlara qarşı obyektiv olmağa çalışıram ki, məsələn üçün bu yaşıldır, bu yaxşıdır, bu belə deyək də pisdir, bu normaldır və s. və ilaxır. Özümə qarşı da həmişə çalışıram ki, obyektiv olum. Özümü belə kənara qoymuram ki, bütün insanlar insandır, amma Vəfa sən özün haqqında heç düşünməsən də olar. Mən özümə belə yanaşmıram. Necə bütün insanlara ədalətlə, necə bütün insanlara sevgi ilə, şəfqətlə, başa düşərək yanaşıramsa, elə özümə də eyni yanaşmanı edirəm və görürəm ki, Vəfa dünənə qədər bəlkə də yenə deyirəm, ayağını yerə qoyanda, addımını yerə qoyanda bəlkə bir başqa hansısa bir duyğu keçirirdi, amma Vəfa Everestdən sonra başa düşdü ki, necə biz əslində necə balaca bir zərrəciyik və əslində insanın da nə qədər gəlimli və nə qədər gedimli olduğunu Everestdə mən bir daha özümə şahidlik eləmiş oldum. Və mən Everestdən qayıdandan sonra elə bil ki, necə deyim, o belə bir yük olur, daşıyırsan, sən onu etməlisən. Mən onu etmişəm, indi özümü daha rahat hiss edirəm. Elə bil ki, nə bilim, bir ana bətnində uşağı 9 ay daşıyır, daha sonra onu dünyaya gətirir, o sancılardan qurtulur. Mən Everestin o mənəvi sancılarından qurtulmuşam və bu mənə daxili bir rahatlıq gətiribdi, daxili bir azadlıq gətiribdi və eyni zamanda özümün nə qədər balaca, özümün nə qədər kiçik olduğunun fərqinə vardım və dəyişiklik həm də ondan ibarətdir ki, mənim daxilimdə indi belə bir çevriliş yaranıbdır ki, əzizim Vəfa, yəni dağa çıxmaq həm fiziki, həm mənəvi bir yolculuqdur, amma sənin bundan sonra yolculuğunda bax bu Everestin sənə və insanlara nə verəcəyi bax budur önəmli. Əgər bu olmasa, mən bu dünyadan belə gedirəm ki, sadəcə olaraq Vəfa Musayeva filan tarixdə Everest və Lhotse zirvəsini edibdir. Bu tarixdir və Azərbaycan alpinizminə, Azərbaycan idmanına lazım olan bir datadır. Amma bir insan kimi mənim bu həyata nə vermək istədiyim bundan sonra, bax bu artıq mənim üçün bir məsələdir, bu mənim üçün bir dəyişiklikdir, bu mənim üçün düşünmək üçün böyük bir sualdır və mən bu haqda artıq müəyyən addımlar atmağa yavaş-yavaş özümə gəldikcə təbii ki başlayacağam. Belə, əgər insanın bir yolculuğundan özünə və özgələrinə heç bir faydası yoxdursa, bu mənim üçün rəqəmdən başqa heç bir şey ifadə etmir. Ona görə mənim üçün burada verimli olmaq, insanlığa verimli olmaq ki, düşünürəm ki, bizim bu həyatda olma səbəbimizdən əsas elə budur. Yəni, insanlar bir-birinə kömək eləyəcəklər, insanlar bir-birinə söz olaraq, enerji olaraq, hərəkət olaraq verəcəklər və bir-birlərinin həyatını və eyni zamanda dünyanı daha gözəl bir yerə çevirəcəklər. Əgər bir məsələnin mahiyyətində bu yoxdursa, yenə deyirəm, bu mənim üçün fiziki çıxışdan başqa heç nə ifadə eləmir və belə olsa mən çox təəssüf hissi keçirərəm. Məncə çox gözəl motivasiya edici bir mesaj oldu insanlara. İnsanlar biraz yəni öz məşğul olduqları, bəzən biz oluruq həyatdakı ən kiçik problemlərə görə deyinirik, nə bilim, milçəkdən fil düzəltməyə meylli oluruq. Amma yəni Everesti dünyanın ən yüksək zirvəsini fəth edən bir qadını eşitdiniz, Vəfa Musayevanı əziz dinləyicilərimiz. Məncə Vəfa xanım, siz gənc qadınlara bir motivasiya oldunuz bu gün. Ümumiyyətlə bütün insanlara motivasiya oldunuz. Öz gücünə inanmayan insanlara sübut etdiniz ki, insan əslində çox güclü varlıqdır.
və insan ali məqsəd üçün çox şeyə qadirdir. Mən bir məsələni demək istəyirəm. Bax, sizin dediyiniz məsələni vurğulamaq istəyirəm. Burdan bizi dinləyən bütün tamaşaçılara nə demək istəyirəm? Əslində özünüzün kim olduğunu və nələrə qadir olduğunuzu özünüzə tez-tez xatırladın. Mən dağda olarkən bir də görürdünüz gəlmişəm, elə çətinlik dərəcəsi olan bir yer var. Görürəm ki, canımda özümdə bir qorxu hissi keçirirəm. Həmin an dayanıb özümə deyirdim ki, Vəfa, bax indi edəcəyin hərəkəti, deyək ki, bir divar enirəm. Düzdür? Kəndirlə divar enirəm. Və özümə sual verirəm. Vəfa, sən bunu bacarırsan? Baxın, bu çox sadə bir şeydir. Mən orada onu bildiyimi qorxumdan unuduram ki, mən belə bir şeyi bilirəm. Və sual verirəm. Vəfa, sən bunu bacarırsınız? Everestin ətəyində cəmaət canı ilə əyləşir. Mən özümə sual verirəm və cavab verirəm. Bəli, mən bunu bacarıram. Dəfələrlə eləmişəm. Falan yerdə eləmişəm, falan yerdə eləmişəm, falan yerdə eləmişəm. Əla. Sən bunun bacardığını, baxın, birbaşa deyirəmsə, sən bunu bacardığını niyə unudursan? Nəyə qadir olduğunu, nəyi bacardığını niyə unudursan? Niyə görə özün haqqında belə bir anda ən bacardığın şey haqqında şübhəyə düşürsən? Onda mən götürürdüm kəndiri, keçirirdim karabinimi, orada adlarını çəkəcəyim bir çox şeyləri və işi görüb tam yerə enəndən sonra deyirdim ki, bax Vəfa, bildiyin şeyi unutma. Ona görə mən tamaşaçılara da demək istəyirəm ki, əsasən də deyirsiniz xanımlara motivasiya olma. Xanımlar öz güclərini tez-tez unudurlar. Biz ümumiyyətlə özümüz haqqında tez-tez unuduruq ki, biz nələri bacarırıq, ən yaxşı nəyi etməyi bilirik və s. Və tez-tez özümüzə sual verir ki, yox, mən deyəsən bunu yaxşı bacarmıram, mən bunu deyəsən yaxşı etmirəm. Bu başqa məsələdir. Edə bilmirik, daha çox işləyərik, daha çox inkişaf eləyərik və s. Amma insan doğrudan da öz mahiyyətini, öz bacarığını, öz qabiliyyətini unutmamalıdır və özü özünə gücü çatırsa, düzdür, bu insandan çox böyük bir güc tələb eləyir. Mən bunu Everestdə şahid oldum. Amma gücü çatırsa bunu tez-tez öz-özünə xatırlatmalıdır. Çünki insan unutkandır, çox tez unudur. Məsələn, mən bu günləri hər hansı bir uğur edirəm, nailiyyət edirəm. 3 gün sonra mən unuduram ki, mən belə bir şeyi mən eləmişəm. Hətta indi Everestdə mən maşından düşüb enəndə elə ahıldıya, elə zarıldıya düşürəm ki, deyirəm, görəsən o Everesti doğrudan mən eləmişəm. Yəni, hətta mən özüm düşünürəm ki, doğrudan o iki zirvənin ikisini də mən eləmişəm. Mən Everestdən enəndən sonra özümə sual verdim ki, Vəfa, sən Lhotsu eləyə bilərsən? Və özümə cavab verirəm. Açıq şəkildə cavab verirəm ki, gücün yerində, ağlın, şuurun yerində, yeyə bilirsən, içə bilirsən, sağlığın yerində və sən durub gedə bilirsən. Demək ki, sən ikinci zirvəni eləyə bilərsən. Baxın, orada kim bunu mənə deyib, kim mənə deyəcəkdir ki, Vəfa, sən çıx və yaxud da ki, ilahidən belə bir vəhiy gələcəkdir. Yox, insan özü ilə söhbət eləməlidir və özünə cavab verməlidir və dürüstcə cavab verməlidir. Bu özünü aldatmaq olmalı deyil. Ona görə, yəni bizim xanımlar, bəylər, bizi izləyən hər kəs özünüzü unutmayın ki, siz özünüzün ən yaxşı dostusunuz və nələri bacardığınızı unutmayın. Onlardan möhkəm yapışın. Siz bir ömür boyu onları öyrənmisiniz, məşq eləmisiniz və siz ən lazımlı anda onu unudursunuz. Bunu belə etməyin. Onlardan möhkəm yapışın. Vəfa Musayeva dünyanın ən yüksək zirvəsini Everesti fəth edən qadın idi bu əziz dinləyicilərimiz və Vəfa xanım, verilişimizin ənənəvi sualı var, onunla yekunlaşdırmaq istəyirəm. Okay. Zaman maşını ixtira olunsaydı, keçmiş, indiki zaman yoxsa gələcək, hansına səyahəti seçərdiniz? İndi bilirsiniz də, belə dəb var, indidən başqa, indi, an və s. Bu dəb deyil, bu elə indidir. Artıq mənim Everestim də, mənim Lhotsum da artıq keçmişdi. Bu keçmişdi və mən keçmişdə səhvimlə, düzümlə, qalibiyyətimlə, məğlubiyyətimlə artıq o səhvəni bağlamışam. Ora gediş yoxdur. Hətta maşın olsa belə mən ora gedib artıq bilmirəm orada nələri dəyişərəm, necə dəyişərəm və s. Gələcək özü bilər. Gələcək yoxsa gəlməyəcək. Bu da gələcəyin öz şəxsi işidir. Amma bax bu andır, mən sizinlə danışa belə yenə də daxilimlə danışırdım ki, bu anı unutma. Bu an
ən dəyərli andır və burdan olan dinləyicilər sənin sadəcə sözlərinə, sadəcə Everest haqqında olan, nə bilim, pafoslu çıxışların olmasın. Bunun heç kəsə bir əhəmiyyəti yoxdur. Elə bir söz denən ki, həqiqətən sənin praktikanla, insanlarla bölüşmüş olasan və bəlkə də bu günləri səni izləyən hər hansı bir kəlməndən, hər hansı bir sözündən doğrudan da ilhamlanıb dünənə qədər yarımçıq qalmış işini tamamlayacaq, bəlkə də özündə itmiş inamı bərpa eləyəcək və s. Ona görə bu an və bu andan istifadə edib tamı-tamına olmasa da 99% çalışdım ki, burada olum və tam verimli olum və tam özüm kimi, belə deyim də, necəyəmsə oradan lazım olan ən faydalı sözləri, məsləhətləri, işte bilmirəm, təcrübələri sizinlə paylaşım. Nə gözəl cavab. Mən sizə təşəkkür bildirirəm Mən Vəfa təşəkkür xanım. Minnətdaram edirəm ki, gəldiniz, həmsöhbətimiz oldunuz. Sizə daha yüksək zirvələri edin deyə bilməyəcəm, amma ürəyinizdə daha hansı zirvə varsa, onlar qismətiniz olsun. Mənim ürəyimdə ancaq bir zirvə var. O da insanların qəlbidir, ürəyidir. Mən onların ürəyinin ən gözəl güşələrində olmaq istəyirəm. Bu mənim üçün ən böyük zirvədir. Nə gözəl. Təşəkkürüm bildirirəm Mən sizə. təşəkkür Əziz dinləyicilərimiz, Vəfa Musayeva Everesti və Lhotse zirvələrini fəth edən ilk Azərbaycan vətəndaşı olan qadın bu gün Planet FM-in qonağı idi. Eşidilmək ümidi ilə özünüzə yaxşı baxın.